Belə bir suala baxaq. Deyilir ki, Unicode kodlaşdırılmasında hər səhifəsində 64 sətr, hər sətrində 128 simvol olmaqla 4 megabayt həcmə malik olan mətn neçə səhifədən ibarətdir? Biz bilirik ki, həcm düsturu sətr sayı vurulsun simvol sayı vurulsun səhifə sayı səhifə vurulsun i, yəni bir simvola düşən informasiya miqdarıdır. Düzdürmü? İ. Aha, indi yerinə qoyaq. Həcmimiz 4 megabaytdır. 4 megabayt bərabərdir. Sətr sayımız 64-dür. Simvol sayımız 128-dir. Səhifə sayımızı x-lə işarə edirəm. İ'miz də Unicode olduğuna görə 2 baytdır. Düzdürmü? Bir simvol 2 bayt. X-i tapanda deməli 4 megabaytı bölməliyəm. Bunların hasilini 64-ü 2 üstü 6 kimi yazıram. 128-i 2 üstü 7 kimi yazıram. Vurulsun 2 bayt. O da bərabərdir. Deməli, 4 megabayt yazıram. 4 vurulsun 2 üstü 20 bayt. Bölünsün 2 üstü 6, 2 üstü 7, bu da 2 üstü 1. Toplayanda olur 2 üstü 14 bayt. Baytlar ixtisar gedir. Deməli, qalır burada 4'ü 2 üstü 2 kimi yazsam 2 üstü 2 vur 2 üstü 20 bölünsün 2 üstü 14'e. O da bərabərdir. Üstləri toplanır, vurma olanda 2 üstü 22, məxrəcdə də olur 2 üstü 14. O da bərabərdir. Kəsir kimi olanda biz buna bölmə kimi baxırıq və üstləri neyinirik? Çıxırıq. Bu da olur 2 üstü 8 cavabı. 2 üstü 8 də 256'dır. Bizdən də səhifə sayını soruşur. 256 səhifə. Cavabımız olur bu şəkildə.